Sabahınız xeyir olsun kanalımın değerli izləyiciləri. Bugün sizlərə 7 yanvar üçün bürclərin ümumi proqnozunu verəcəm. Video keçməzdən öncə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İndi isə keçək videomuza. Qoç bürcü, bugün enerjiniz yüksəkdir. İşdə yeni təşəbbüslər üçün uyğun zamandır. Sevgi həyatınızda isə tələskən qərarlardan uzaq durun. Pul xərcləmələrində ölçülü olun. Boğa bürcü, sakit və düşüncəli gündür. Ailə və ev məsələləri ön plana çıxa bilər. Maddi baxımdan stabil durum qorunur. Sağlamlıqda boğaz və boyun nahiyəsinə diqqət edin. Əkizlər bürcü, ünsiyyət və xəbərlər baxımından aktiv gündür. Gözlənilməz zəng və ya mesaj ala bilərsiniz. Sevgi həyatında açıq danışmaq münasibətləri gücləndirəcək. Xərçəng bürcü, duyğusal olaraq biraz həssas ola bilərsiniz. Keçmiş mövzular yenidən gündəmə gələ bilər. İşdə səbirli olun, maddi məsələlərdə risk etməyin. Şir bürcü, özünüzü göstərmək üçün əlverişli gündür. İş və sosial mühitdə diqqət mərkəzində ola bilərsiniz. Sevgi həyatında romantik anlar mümkündür. Qız bürcü, detallara diqqət etdiyiniz bir gündür. İşlərinizdə səliqə və planlama uğur gətirəcək. Sağlamlıq baxımından qidalanmaya diqqət edin. Tərəzi bürcü, münasibətlər ön planda olacaq. Həm iş, həm sevgi həyatında balans yaratmaq vacibdir. Gözlənilməz bir təşrif ala bilərsiniz. Əqrəb bürcü, daxili dünyanızla baş-başa qalmaq istəyə bilərsiniz. Sirli və dərin düşüncələr artacaq. Maddi mövzuda diqqətli addımlar atın. Oxatan bürcü, hərəkətli və ümidverici gündür. Yeni planlar və səyahət fikirləri yarada bilər. Sevgi həyatında xoş sürprizlər mümkündür. Oğlaq bürcü, məsuliyyətlər arta bilər. Amma zəhmətiniz qarşılıqsız qalmayacaq. İşdə rəhbərlərlə münasibətlər önəmlidir. Sağlamlıqla istirahəti unutmayın. Dolça bürcü, yaradıcılıq və fərdi fikirlər gündəmdədir. Dostlarla ünsiyyət sizə motivasiya verəcək. Pul mövzusunda gözlənilməz xərclər ola bilər. Balıq bürcü, hissləriniz güclənir. Sevgi və romantika baxımından gözəl gündür. İntuisiya sizi doğru istiqamətə aparacaq. Ona güvənin. Dəyərli izləyicilərim, bugün videonu bir qədər izlədinizsə, kanala abunə olmaq və videonu bəyənməyi unutmayın. Sağ olun.